Kəlbəzəli bugün harda? Ağır Fərahda yaşayan Aliyeva Tamaşa bacımızın o tərəfdə. Aliyeva Tamaşa bacımızın çəkilişini eləyirik və bugün Aliyeva Tamaşa bacımız istəyi dövlət tərəfindən aidiyyəti olan orqanlardan xahişi odur ki və Ağdərədə, Həsənrızda, Vəhddə, Çaparlıda, Həsənrızda gözəl şəkildə evin verilməsidir. Gördüyünüz kimi ailə üzvlərində pasportları buradadır. Xahiş edirik, aidiyyəti olan orqanlarda bir də xahiş edirik ki, bu evə verilməsi üçün əllərindən gələn dəstəyi olsunlar. Bax, bu gördüyünüz körpə balalarımız, demək, Məryəm balamızdır, Əliyeva Məryəmdir, Tamaşadır, Nərminə balamız, Nərminədir, Nərminə sizsizdir, hə, Nərminə xanımdır və Zamiqdir. Və xahiş edirəm, aidiyyəti olan orqanlar bu ailəyə dəstək olsunlar. Tezliklə necə ki 44 gündə Qarabağımız erməni işğal altından azad olundu, cənab prezidentimizin siyasət nəticəsində torpaqlarımız azad olundu. Necə ki dünənlərim 60 ailə köçdü və gördüyünüz kimi baxdınız saz aşığı ilə, qarbunla, salğı ilə, oynamaqla köçdülər. İnşallah inanırıq ki bu ailədə dəstək olacaq. Bunun həyətində bu ailə mal tövləsində qalır. Aidiyyəti olan orqanlar, cənab prezidentimiz hər zaman sizlər deyirsiniz ki, bu bərpa olunmuş evlər elə insanlara verilsin ki, həqiqətən ehtiyac olan olsun. Qardaş, bu qardaşın həyətində çəkmir, qardaşın həyətində bax, bu adam mal tövləsində qalır. Amma görsün, gəlin bura. Gəlin bura. Bax, gördüyünüz kimi mal tövləsidir. Mal tövləsindən bir dənə otaq ayrılıqdır, bunlar burada qalırlar. Xahiş edirəm, aidiyyəti olan orqanlar dönə-dönə xahiş edirik ki, bu ailə dəstək olunsun, bu ailə dəstək olsun, bu ailə dəstək olsun.